Bunlar zeytunlardır. Təqribi 4 ildir əkilib. Yəni ki, Türkiyə sortudur. Zirədən almışdım. Düzdür, bəziləri belə əyilib, amma çoxdur yəni ki. Bu zeytunlardır. Bunlardır. Budur. Ümumilikdə çoxdur. Biz 200-ə yaxın belə ağac var. Budur. İndi bu günləri zeytunları suyaracaq. Bunları mən damlamada qoşmuşam. Amma damlama elə bil gərək hər il əl gəzdirirlər damlamaya. Bu bizim artizan suyudur. Elə bir şlank məncə biraz nazik olduğu üçün, həmçinin də yəni ki, artizandan bura böyük məsafə olduğu üçün biraz zəifliyib. Amma gördüyümüz kimi yəni ki, təmiz sudur. Tamı da normaldır. Məsələn, tamına baxırıq, duz hiss olunmur. Bu şlank, məsələn, şlankla gəlir. Baxın, nə uzun şlankdır. Bu da Göyçaydan aldığım narlardır. Və belə zeytunlardır. Gördüyümüz kimi böyüyüblər. Barları yekə olur. Gördüyümüz kimi bunlar da həmişə yaşıllardır. Bu artizanın şlankıdır. Ve artizan buradan çıxır. De bu artizandır. Bu da zeytunlardır. Bunları da burada əkmişəm bir yerdə. Elə ki, bunlar hamısını zirədən dediyim kimi almışdım. İndi bunları gərək mən bu il ayırım. Düzdür, vaxtı. Düzdür, buradan ayrılıqlarım da çox olub, amma gərək bunları da ayırım. Bu da bu zeytunları da mən əkmişdim. Gördüğünüz kimi zeytunlar da var.